Onun səsini alaq. Səsini almayaq da, arxadan elə soundtrackləri gedir də. Səs Şey qoşaq deyən görüm, Veliaht soundtrack yazar, arxada o belə biz bu versiyayı arxada səs qalır. Amma özümüz eşidirək ya, ona görə eşidəcəyik. Gitar əməzə düzəldəyim amma belə özümüzə şey verim. Yəni özümüz də eşidirək, o da eşidilsin də, o dərdim odur. Səs rejissorumuz sənsən də, dayı özün bil. Ay baş. Flames of Redemption çox bəyənmirəm. Is peşindəyim bayaqda, is peşindəyim. Yes. Good. Bu elə elə ki, amma ondan sonra o biri başlasın zaten ikilək. Ya da bu sonsuza qədər getsin. Playlistdə gedəcək. Hə, sonsuza qədər bu gedə bilir mən. Oldu. Ya, okey, whatever. Qoy tamaşaçı da sıxılmasın da elə. Fadlayırıq. Evet, sayın seyircilər. Hepinizi xoş görmüşük. Hepinizi xoş gördük. Bu günləri Qars aksanı ilə, yəni normal Azərbaycan dilində işte. Veliaht 21-ci bölümü və həmçinin bu bölümə qədər olan hər bir şeyi. Sırf serial barədə. Düz bəzi şeyləri bilmirik qabağa verdiyimizə görə. Hər bir baxdığımız hər bir şeyi diskas eləyəcəyik. Bəli. Başda, lap başdan. Yox, bu bölümdən, yox da lap başdan baxmaq istəyən tamaşaçılarımız playlistin köhnə bölümlərinə baxsın. Hə də, olmayan bölümlərinə. Hə də. Amma başlara köhnə bölümlərə baxmamış. Amma onlar bizi kimi experience yaşamaq istəyirsə, elə bil ki, onlar da bizim podkastı qabağa verib baxıblar da, buradan başlayır. Exactly. Biz də baxırıq. Amma belə də fikirləşə bilərlər. İndi danışanda biz köhnə bölümlərə referans verəcəyik. Sonradan girib playlistin köhnə bölümlərinə baxan tamaşaçılarımız üçün o spoiler ola bilər indidən. Hə, indidən spoiler alert. Köhnə bölümlərdən danışırıq deyəsən. Köhnə bölümlərdən, əski bölümlərdən danışacağıq. Demək, mənə bir dənə nə maraqlı gəlir. 9 parmaq vezirdirsə, ki vezirdir biz 21-ci bölümdəyik bu arada hal-hazırda. Biz 21-ci bölümdəyik, axırıncı 25-ə də baxanda baxa bilərlər də, buna bilməzlər ki, oldu. Ay, onu məlum ol ki, vezir əslində Yahyan böyük qardaşıymışsan, gələn ki, Allah nə vezirdən danışırlar. Ya, bilmirik də, biraz ayıbdır. Bizim tamaşaçımızı sən toy bilmirsən, biz axı ora yazacağıq. Veliaht 21-ci bölüm analizi. Bu title'da görəcək. Kontaktda 9 parmaq yazan kimi. Hə də. İndi 9 parmaq əgər vezirdirsə, hansı ki Allah haqqı gəl indən belə bilsən necə eləyək? Bölümə baxa-baxa canlılarsa özümüz burada. Tamaşaçını sonra inandıra bilək. Bizə hələ də şək gətirən tamaşaçılarımız var. Onlar üçün vurğulamaq istəyirəm ki, qardaşım həqiqətən vurğulamışdı ki, bu Zahidə vəzirə pul verib. Məhərrəmi öldürtdürüb. Ay, sağ ol. Digər yandan da ondan sonra mən də dedim ki, könüllü də elə. Elə könüllü də. Elə könüllü də o. Elə könüllü də o öldürtdürüb. Yəni məhərrəmi öldürdən könüllü 100% öldürür. İkisini də, hə. Amma indi könül söhbəti hələ bilmədik. Elə könül deyirlər, belə cəmaət elə tanıyır. Hə, könlü bildik. Kars aksanında əslində könüldür. Könüldür, əsli, onun əsli könüldür. Əsli könüldür. Bizim evdə deyir, başqa et yenməz. Bizim evdə. Aslı deyir budur. Bizim evdə könül deyirlər. Hə, nəysə, nəyi deyəsiydim? İndi bu bölüm öyrəndik ki, könülü elə oymuş. Könül elə, hə də. Könül Zahidənin əli o temada var imiş. Həm də şey deyirlər. Zahidənin və şeyin var. Müəllim deyir ki, könülü öldürdülər. Bu da qayıdır ki, Məhərrəmi sən öldürdün. Könülü də kim öldürdü? Hə də, elə bir şey deyəsən. Deyir ki, könülü kim öldürdü səncə? Oturmuşuq burada 2 nəfərik. Deyirək gözlə, sən benim kocamı öldürdün. Senin də karını öldürdü. Elə bil mən də sənin karını öldürdü demək istəyirəm. Əslində o indi bu seri biz şeydən çıxmış. Sözə qulağımıza yemirik də. Qızılcıq şərbətinə biz azı bir 80 bölüm, 90 bölüm baxmış adamımız elə belə onu. İndi yəni deməyim nədir mənim? Bu könülü əgər indi bu öldürübsə ya da Məhərrəmi də bunlar əlbir olub, bunlar heç önəmli deyil. Vəzirin burada nə marağı var?
onun üçün mən əslində bu gün istərdim ki, biz bu veriş ataq. Orada ola bilər ki, vəziri şantaj ediblər. Ya vəzir... Amma vəzir zarafasız, həqiqə onu fikirləşməliyik. Ya vəzirin nə kimi bir marağı var ki, vəzirin nə kimi marağı şeyi öldürsün? Onu gərək additional yazalar və əlavə yazalar seriala. Yoxdur hələ bir şey deyirsən. Hələ bir motivasiya görənmirik də. Orada canlı yayınlanacaq bu. Aşağıda, bax solda aşağıda, solda. Solda. Əziz tamaşaçılar, solu tapmaya bağlı problemlərimiz var. Ona görə prava almırıq. Ki bizə prava verəni söyərlər birdən. Bizə solo öyrədəni söymədilər birinci o ibtidai sinifəlindən bizi sonra. Mən şəxsən belə başladım ki, vəzir də necəsə bu məsələdən öz payını almaq peşindədir. Nətəri deyərlər. Peşindədir, bəli. O, mənə elə gəlir ki, belə bir senaryo ola bilər ki, vəzir deyir, nə bilim, tualetin qabağında işləyirdim, belə idim, elə idim zaten. Bəlkə elə vəziri ora əvvəldən qoyublar elə. Ya da vəzir məsələn necəsə poxa keçib bunu şey tutarır. Amma vəzir adam alır. Tualet dəymişlər elə. Poxa keçib qutarır. Öz Zahidən mutlulasın. Gəlib şeylə belə eləyib, pox gedib. Poxdan çıxardım. Vəzir özü 9 parmaq haqqında nəsə tapıb gəlmişdi deyə Zülfikarın yanına bir neçəsə bölmə əvvəl. Amma o elə dördür də, o elə bir ki, vəzir şeyləmişdi. Daha doğrusu, dedi ki, bir dənə adam var. Sonra dedi, onun izinə düşmüşəm. Prosta zarafasız vəzir özü haqqında niyə bu qədər şey gətirir ki? Fakt gətirir ki? Bu adamlar tapşırdılıb da. Yes, bəlkə fake gətirib, yox imiş elə gətirmək. Ay, sağ ol da, yəni o adamlardan biri prosta bilib ki, 9 parmağın bu işdə əli var, amma 9 parmaq kimdir, zat bilim. Ya da senarist o vaxt yazmayıb, 9 parmağın vəzir olduğunu təzə yazıblar. Təzə yazıblar məncə də, yəni o vaxt keşkə başqası gətirək. Əmələ gəlməyib. O aktyor çox pul istəyib, zat deyiblər ki, elə. İskəndər Böyük oynayan aktyor çox pul istəyib. Zaza dayı çox pul istəyib. Deyiblər ki, təzə adam, işə deyiblər təzə adam almaqdansa elə öz aktyorumuzu əlavə fikirləşirlər ki, Zaza dayını gətirək. Zazalar kürdür də ya. Deyiblər Zaza dayını gətirək. Zaza dayı bunun main düşməni olsun da. Yes. Sonra qərarlaşıblar ki, bir kürd bir kasının necə düşməni ola bilər ki? Mümkündür, məcbur yenə Trabzonunu basıblar. Çünki Trabzonuna elə düşmən olar. Yes, ola bilər. Amma məncə orada bilirsən nə tema? Bu klassik bizneslərin elədiyi bir şeydir ki, deyib təzə iş salmaqdansa öz işçiməklə əlavə saat yazaram da. Vəzir oynasın. Məktəbimiz elə deyil. Əlavə dərs saatı tələmək. Gəl ümumiyyətlə bugünkü temadan nələr tutmuşuq, onları danışaq da. Okay. Birinci bölümü yəni qutarmağından başlasaq ki, Yahya bunu təkləyir. Kimi? Zafəri. Əsl, Turu Zafəri. Okay. Bu Zafəri təkləyir, bunu öldürməyəcək. Anasından da abicnidir. Yes. Anasından da haz etmiyor. Ona görə fikirləşir ki, elə bu Zafəri öldürməyim. Amma biraz da xodun alır. Qız oxuyamır olsa. Yes. Bu qız əvvəl müğənniymiş ya. Həqiqət. Kliplər zadı var, netdə, müzikdə zadda. 19 yaşından oxuyur. 27 yaşı var indi. Niyə çıxıb müğənnilikdən? O aktrisa oldu, deyir, pul çoxdur da. Türklərdə toy bizi kimi olmur axı, Karsdakı kimi olmur. İstanbulda zadda Kars toy kimi olmur. Karsın toyu başqadır. Karsın toyu 400 adam zad çağırırlar toya. Yes. Və müğənnini də ki, basırlar da. Müğənni kimi də qabağa edə bilərmiş də, əmələ gəlməyib yəqin ki. Abi səsi o da yoxdur yəni. Arabesk oxumağı çalışıb, heç oxumayam yəni. O şimdi at the end of the day what happened? Deyirsən ki, Yahya təklədi Zəfəri və qərarı aldı ki, bunu öldürməsin deyəsən. Plan nədir? Bunu öldürməsin. Bunlara yəqin deyər ki, bunu qaçırdın, nə bilim, gizlədin, nəsə elə. Ya da
elə bir şey quraq ki, mən güya bunu öldürdüm. Qardaşım da zibilə düşməsin də. Yes. Selim də onsa başdan xarabı vurar bunu. Nəticədə də atı geri alır. Nəticədə də atı Bütün plan atsın. Hə də bu zafəri qaytarır bunlara bağışlayır. Bunlar da gələn bölüm atı tapıb qaytaracaqlar. O 100%, yəni at gələcək. Gələn bölüm olmasa bir bölüm sonra. Amma bizə də xoşuma gəlir. Yenə hər şeyin çox sürətli və 80 dənə problem olmağı çox xoşuma gəlir. Hə, at çıxdı, at öldü, at qayıtdı. Və bu bölümdə problem var ki, Yahya ilə Dəryanın axırı nə olacaq? Bu bölüm ondan toxundular. Hə. Bu bölüm toxundular ki, vəzirlə Ceynə qayrı. Yəni Dəryanın axırı ancaq şeydir, sezon finalı zadı. Ən axırı Şey olar, yəni sezon yox, yəni serial finalı zadıdır da, yəni o indi qovuşsalar öldü də tema yəni. İndi qovuşub bir bölüm sonra problem çıxacaq danışda. Hə, onu da O da elə bilərlər. Hə. Deyəsən. Yahya buna Büşra ilə xəyanət eləyir zaten. Büşra gəlir elə göstərir ki, güya Yahya xəyanət eləyib bu uşağı abort elətdirir. Sonra nəsə anlaşılmazlıq olur aktyorla, sonra Dərya ölür, Yahya çorta düşür, 48 bölüm qan qaraslığı olur. 49-cu bölümdə qabağına kimsə təzə çıxır, sonra ona yazırlar Yahya. Reyhana başlayır girişmə. Hə. Daha yəni Koskat biraz da davam edir zaten. 3 nəfər zat qalır serial. Səfər qalır. Reyhan, Timur, Yahya. Manatda Glory'da şey açır şey. Veliaht Glory'da iş yeri açır ki, görəş. Glory'də elanlar var. Serialda yeri var. Job Search az da. Bizim serialda yeri var. Job Search aktyorlar kateqoriyasına girirsən. Yaxşı. Səndən şeylərimi alaq da, sən elə bir Amma vezir təxminlərimi alaq. vezir keçəmirəm, yes. Çox sağ ol. Yes. Yes. Təxminlərimi alaq nə barədə? Vezirlə şey o nə adı nə idi? Qudrətin axırı nə olar? Hə. O vezir qüdrəti səncə həqiqətən sevir? Açığın deyim ki, hə, mən inanıram. Hə, yəni belə yazıblar. Vezirin gözlərində mən o sevginin alovunu görürəm. Gördümmü tanıyıram özdə. Hə. Beni biliyorsun. Bilir yalvar ki. Sevginin alovunu mən kimdəsə gördümsə Bırakmırsan. buraxa bilərəm. Amma başa düşürəm amma. Hə, o pulu bırakarsın. İnşallah buraxaram, amma başa düşürəm əlbəttə. İndi bu ağanı bəs sevirmi? Bax, o şey başqa söhbətdir. Amma yəni ağa ilə bir intiqam haqqı hesabın olsa bunu çoxdan sürüdərsən də. 40 il ağam nə bilim düşüb qapısını açıb ama intiqam alırdım deyə Allah da bilməzsən. O avazdır yəni. Yes. Məncə tema nədir? Yahya maması Okay. yüngül o təsbih söhbətinə barmaq eləyir. Okay. Yəni bunların əlinə o şəkil düşəndə o şəkildə saim olmuyor. O hansı ki şəkil var şeydə. Əlindəki şəkil. Ümumiyyətcə sayım orada olmayıb deyirsən? Yox, o şəkildə saimdir. Şəkil məqsədli şəkildə elə kəsilib çatıb bunlara. Okay. Şəkili yəni çəkdirən o vaxtı elə Yahya'nın mamasını. Okay, good point. Şəkili yəni çəkdirib, saimi kəsib, təsbihi saxlayıb göndərib bunlara. Göndərib buna. 9 parmaq AKA vəzir. Aha. Ki həqiqətən temada örsən. Özü də çıxıb düşünməkliyə qabağına çıxan ilk adamdan soruşur ki, bu təsbihi tanımırsan. Deyirlər, Muharrem kapitanıdır. Hə, yaxşı dava getdik də. Cayl vaxtıdır da, indi cavan vaxtlarıdır. Mən tapdım açığı. Yes. Məncə mən çözdüm olayı. Serial qutardım hepsi. Okay. Sən nə edeyim? Aha. Let me tell you. Deməli, Let bu me tell you hissəsi... something. Let me tell you something. Bu işi, bütün temanı quran Zahidədir. Birinci belə bir şey deyil. Amma necə? Zahidə gedib Məhərrəmə başlayıb ki, ay Məhərrəm, nəsə də təşkil edib ki, Məhərrəm təsbihi bir günlük pabraskı ver sayma. Okay. Yo, onu məncə elə verib özü. Ne tərsə? Öz iradəsi ilə verib. Onu həll eləyib. Ya orada da Zahidə çalışıb ki, elə bir şey olsun, Zahimdə təsbih olanda şəkili çəkək. Yəni Zahidə çalışıb ki,
təsbih, Məhərrəmin təsbihi. Zaimin əlindən al. Hə, olanda və oradan bir şəkil çəkilsin. O şəklin çəkilməyini təşkil eləyib Zahidə özü. Bəlkə də özü çəkib, sən deyək. Hə, onu deyirəm də, o nəsə, özü çəkib. O şəkli özü çəkib deyəndə ki, yəni mən deyirdim ki, yox, özü də çəkər. Necə çəkər? Özü necə çəkər? Yox. Özü də o vaxt padruqa olub şeylə, gönülllə. Qayıdıb ki, öyle ki, nə qəşəng siz oturmusunuz, elə sizin də bir şey, sabada qaçarsınız siz zat. Kitlayqlar, sizlə də ayrılırıq, bir də görüşəsi deyilik. Son bir şəklimizi çəkim. Yes. Şəklinizi çəkin, mənə də xatirə qalar. Siz də sava gedin, könül, yolun açıq olsun, davay. Onlar Instagram səhifəmdə bunu paylaşırlar. Yes. Nəysə, bu şəkli çəkin. Şəkli çəkəndən sonra bu şəkli öz adından yox, necəsə çatdırıb vəzirə. Vəzirin də xəbəri yoxdur, vəzir saf adamdır. A ilə sən dediyin kimi bir intiqam problemi zadı yoxdur, A'ya sadiq bir insandır. Vəzir bu şəkli görüb, Məhərrəmin təsbihi, bu da söhbətdə getdi Məhərrəmi öldürdü. Məhərrəmi öldürdüyünün səhərsi günümü, həmin günümü, nə bilim, nəsə də, yəni çox yaxın müddətində Zahidə əlaqəyə keçir vəzirlə. Vəzir, temanı mən bilirəm. Deyərəm A'ya. Nə tərdimiyim. Qoymadım, danışım. Onu deyək. O bayaq çözdüm deyədə o. Qoymadın ama sarım mən. Ay kurəmələndiz. Davay öldürəcəksən könülü. Yəni vəzir orada istəmədən. Mən orada ama ona gətirməyəsiydim. Könülü öldürəcəksən yox. Könülü öldürəcəm və yaxud könülü öldürmüşəm. Məsələn, vəzir hətta məncə yəni o səhərsi gün davay könül öldürək zat desə, vəzir bırcılar başa düşdün. Vəzir gedər aya deyər ki, belə bir şey eləmişəm, arvad da əldən gedir, ayıfdır da yəni o. Vəzir məncə o qədər ağ eləməz. Məncə şeydir, səhərsi gün arvadı öldürdü, o şeyin A'nın da gedib öldürdüyü adamlar var ya bir-bir. Onlar hamısı Zahidə ilə işləmiş adamlardır. Vəzir onları tapır, satır A'ya. Yəni Zahidəyə deyir ki, Zahidə bax səndən başqa o adamları satacam A'ya. O adamlar da gedir bir-bir özü axtarır, tapır, gətirir A'ya sunur. Ki budur, bu bunun tətikçisidir, bu bunu görür, bu buna salam verib, bunu da öldürür. Belə bir ailə adamı öldürür axı. Mənim karımı öldürən adama salam veribsən, onu da öldürək. O üçün onları məncə verir, öldürtdürür hamısını bir-bir. Qalıb bir dənə Zahidə. Zahidəmi də sata bilmir. Zahidəni sata bilmir, hə. Niyə görə Zahidə bunun sirrini bilir, qoca Çinarın. Ona görə Zahidə gedib A'ya deyər ki, bəs sən Muharrəmi vəzirin səhv qərarı üstündə öldürmüsən, vəzir də bu barədə heç nə eləyənməz. Yəni, məncə bütün connection budur. Orada adamlardan indi kiminsə qulağına çatıb ki, Zahidənin 9 parmaq adında tanışı var, ya sonradan öyrəniblər, zat belə, oyan, filan, beşmikan. O məncə o cür söhbət gedib çıxıb. Ki, o söhbət də gedib çıxanda olsa, vəzir getdi bir adam öldür deyə. Hədə ki, söhbətin üstü açılmasın ki, 9 parmaq kimdir ya. Budur 9 parmaq, oyla da yəni, əslində onu öldürəsiydi, 9 parmaq adı heç hallanmayasıydı da. O ölən adam xırıldadı, Timur'a dedi ki, 9 parmaq diyorlar valla, ölürəm ama sizə mütləq bu informasiyanı çatdırmalıyam. Ayıbdır, mən səhərdən qovursunuz, gərək sizə bu infonu verim mənim yazım. Qətiyyən nə bilim, son arzum evdən, İzmir sonu kokoreç olsa yerdik. Demərəm, amma 9 parmaq. Elə yaxşı lazım bir kəlmə-i şəhadətdir. Nə yəni o qədər əgər tevaşə etsən. Doğrumuşdur. Heç nə. Yekunlaşdırar, bu bizi 20 dəqiqə tamaşaçılarımız yoruldu, boğuldu. Tamaşaçılar 20 dəqiqə baxmasın da, kəfqat da verəmişsən kəs. Dəyəcəz. Bir dənə Zahidəyə baxsınlar, qutarsınlar. Arada nə belə Zahidə səhnələrini qoyaq arada? Arada sola axtarırdım, yarım saat, 4 dəqiqəsi sola axtarmağa gedim. Bəncə eləyə bilərik. Okey, hamıda salamlar, sağ ollar, əziz tamaşaçılar. O gün olsun sağa axtaraq. Amin Allah.